Salam mənim əziz və dəyərli dostlarım. Yeni iliniz mübarək olsun. Yeni ildə sizə yeni uğurlar, yeni nailiyyətlər arzu edirəm. Bugün sizə fərqində olaraq istəməyi izah etmək istəyirəm. Fərqində olaraq istəmək nə deməkdir? Misal üçün, düşünün dostunuzla gedirsiniz bir restorana və çay sifariş verirsiniz. Başlayırsınız təkrarən dostunuzla söhbət etməyə. Çay gəlir, süzülür. Bəzi hallarda içilir, bəzi hallarda qalır qarşınızda. Soyur. Amma siz o çay gələnə qədər heç düşündünüzmü ki, o çay gələcək, yoxsa gəlməyəcək? Gələndə və yaxud o çayın içindən başqa bir şey çıxacaq, yoxsa çıxmayacaq? Düşünmədiniz. Çünki sizin orada məqsədiniz dostunuzla söhbət etmək idi. Çayı sadəcə sifarişi verdiniz və buraxdınız. Diqqətlə baxın. Bax, incə nöqtə buradadır. Çayı sifarişi verdiniz və buraxdınız. Bitdi. Görürsünüz? Şübhə belə etmədiniz ki, afisiyant birdən gətirməz, afisiyant birdən götürər çayını ki, qaçar. Yəni, bu barədə bir şey düşünmədiniz ki. Çünki istədiniz və şübhəsiz inandınız. Yadınızda saxlayın, sifarişi bu cür vermək lazımdır, istəyi bu cür etmək lazımdır, şübhəsiz şəkildə inanmaq lazımdır. Şübhəsiz şəkildə inandığınız halda, əziz dostlar, bu şeylərin hər biri olur. Afisiyantdan istəyirsiniz, şübhəsiz şəkildə inanırsınız və gəlir. İndi siz düşünün ki, yeri göy yaradan, dünyanı yaradan Allahdan, mütləq həqiqət olan Allahdan düzgün şəkildə istəsəz, düzgün şəkildə sizə geri dönüş gələr, yoxsa gəlməz, gələr. Amma düzgün şəkildə istəmək lazımdır. Düzgün şəkildə istədiyiniz zaman bütün problemləriniz həll olunur. Bütün istəkləriniz yerinə yetir. Sağlıqlı qalın.